və Osmanlı müharibələrinin başlanması. 16-cı əsrin əvvəllərində gənc Səfəvi hökmdarların Azərbaycan və Şərqi Anadoluda öz mövqelərini möhkəmləndirmək üçün qətiyyətli addımlar atması Osmanlı dövləti tərəfindən qısqanclıqla qarşılandı. Xüsusən də Azərbaycan uğrunda Səfəvi-Osmanlı rəqabəti gücləndi. Səfəvi-Osmanlı müharibələrində hər iki tərəfin bu ərazinin zəngin sərvətlərinə tək başına yiyələnmək istəyi başlıca yer tuturdu. Ona görə də əsas döyüşlər Azərbaycan ərazisində baş verdi. Müharibənin ağır məhrumiyyətlərini hamıdan çox Azərbaycan əhalisi çəkdi. Demək, Qərbi Avropa ölkələri Səfəvi-Osmanlı münasibətlərinin daim müharibə həddində saxlanılmasına maraqlı idilər. Roma papası Şah 1. İsmailin hərbi uğurlarını Allahın xristian dünyası üçün yaratdığı bir fürsət kimi qiymətləndirmişdi. Səfəvi Şah Osmanlı dövlətinə qarşı müharibəyə hazırlaşarkən Avropadan odlu silah almağa çalışdı. Kimdən aşağı cəhətdir? Həsən padşahla. Lakin onun Roma papasına və Venesiya göndərdiyi məktublar nəticəsiz qaldı. 1510-cu ildə Şah 1. İsmail Portuqaliya ilə əlaqə yaratdı. Demək, Venesiya papaya göndərdiyi məktublar nəticəsiz qalır, 1510-da Portuqaliya ilə əlaqə yaradır. O, Hind okeanı və İran körfəzi vasitəsilə qərbdən odlu silah, artilleriya mütəxəssisləri gətirməyə çalışır. Baxın, Hind okeanı və deyirik ki, İran körfəzi vasitəsindən çalışır bunu gətirməyə. Bu məqsədlə də Portuqaliyanın Hörmüzü ələ keçirməyinə mane olmur. Hörmüzün tutulması ilə Səfəvilərin Hind okeanına çıxış yolu bağlanır. Lakin Portuqaliya odlu silahı göndərmir. Demək, Hörmüz itirilir. İsmailin dövründə İsmailin səhvi. Hörmüzü görürük burada. Aha, Hörmüz burada yerləşir. İran körfəzi buradır. Onun düz aşağısında babam burada Hörmüzdür. Demək, Hörmüz itirilir. Bundan da Hind okeanına çıxış yolu bağlanır. Trabzonda itiriləndə Aqoyunu üçün mənfi nəticələr olmuşdu. Aqoyun dövləti yox idi onda. Ayrıca Aqoyunu, o da Avropaya çıxışını onunla itirmiş olurdu. İndi deyir ki, burada da Hörmüz itirilir. Bu da İsmailin səhvi olmuş olur. 1514-cü ilin avqustun 23-də Səfəvi və Osmanlı dövlətləri arasında Maku yaxınlığındakı Çaldıran düzündə qanlı döyüş baş verir. Şah 1. İsmailin ordusu sayca dəfələrlə üstün olan və odlu silahla silahlanmış Osmanlı qoşunu ilə döyüşdə məğlub olur. Bu qələbədən sonra hücumu davam etdirən Osmanlı qoşunu Təbrizə daxil olur. Lakin Səfəvilərin yeni hücum təhlükəsi ilə bağlı, baxın, buna diqqət edin. Niyə? 1. Səlim geri dönür. Təbrizə daxil olmuşdu 1514-də. Niyə geri dönür? Səfəvilərin yeni hücum təhlükəsi ilə bağlı geri dönməyə qərar verir. Və bir neçə min Təbrizi sənətkarı da özü ilə birlikdə İstanbula aparır. Görəsən, belə bir addımı başqa kimlər atıbdı? Yadımıza salaq. Çaldıran döyüşündən sonra Səfəvi dövlətinin qisas almaq üçün başlatdığı yürüş uğursuz olur. Demək, Çaldırandan sonra da Səfəvi dövləti qisas almaq üçün yürüş başladıbdı, amma bu da uğursuz olubdu. Osmanlı dövləti Şərqi Anadoluda, Cənub-Qərbi Qafqazda geniş ərazilər ilə keçirib, yaxın və orta şərqdə mövqeyini daha da möhkəmləndiribdi. 1520-ci ildə Sultan 1. Səlim, 24-cü ildə isə Şah 1. İsmail öldükdən sonra müharibədə bir müddət fasilə yaranır. Osmanlı taxtına yeni çıxan Sultan Süleyman 20-dən 66-ya qədər əsas diqqətini Macaristan və Avstriyanı tutmağa yönəldir. 1521-26 yadımızdadırsa hadisələr. Şah 1. İsmailin ölümündən sonra Səfəvi taxtına onun 10 yaşı böyük oğlu Təhmasib çıxarılır. Bu zaman Səfəvi dövlətinin dayağı sayılan tayfa əmirləri arasındakı çəkişmələr mərkəzi hakimiyyəti zəiflədir. 16-cı əsrin 20-ci illərin sonunda Osmanlı dövləti yeni ərazilər ələ keçirmək məqsədilə Səfəvi dövlətinə qarşı fəal hərbi əməliyyatlara başlayırlar. Sultan 1. Süleyman 1534-cü ildə böyük qoşunla Azərbaycan üzərində yürüşə başlayır. Demək, baxın, 16-cı əsrin 20-ci illərin sonunda Osmanlı artıq yeni ərazilərə keçirmək məqsədilə Səfəvi dövlətinə qarşı fəal hərbi əməliyyata başlayıbdı 20-ci illərin sonunda. Süleyman 1534-cü ildə böyük qoşunla Azərbaycan üzərində yürüşə başlayıbdı. Şah 1. Təhmasibin əmri ilə yandırılmış torpaq taktikası tətbiq edilibdir. Qərb sərhədləri boyundan əhali köçürülübdür. Deməli, yandırılmış torpaq taktikası tətbiq olunubdur. Qərb sərhədləri boyundan əhali köçürülübdür. Daşına bilməyən bütün ərzaq, mal-qara məhv edilibdir. Su quyuları torpaqla doldurulubdur. Otlaqlar yandırılıbdır. Belə taktika çoxsaylı Osmanlı qüvvələrinin təchizatında ciddi çətinliklər yaradıbdır.
Canlı qüvvəsi çox üstün olan və odlu silahla silahlanmış Osmanlı qoşunu bu yürüş zamanı Təbrizi ələ keçirə bilsə də, burada möhkəmlənə bilmədi və geri çəkildi. Hər dəfə Təbrizi ələ keçirsə də möhkəmlənə bilməyibdi. Sultan 1. Süleymanın sonraki il daha ciddi hazırlıqla, yəni 35-ci ildə Səfəvi mülklərinə yeni yürüşü də bir nəticə vermədi. Osmanlı qoşunu Təbrizə daxil olsa da, aclıq və səfalət onları geri çəkilməyə məcbur edir. Yəni Təbrizə daxil olurlar, amma aclıq və səfalət geri qayıtmağa məcbur edir. Səfəvi Şah 1. Təhmasib 1538-ci ildə Şirvanda üsyan baş verməsindən istifadə etdi. Dərbəndilər sülaləsinin hakimiyyətinə son qoydu. Deməli, Təhmasibin dövründə Dərbəndilər sülaləsinin hakimiyyətinə son qoydu. Nə vaxt gəlmiş Dərbəndilər? 1382. Nə vaxt son qoydu? 1538. Nədən istifadə elədi Təhmasib? Burada baş verən üsyandan istifadə elədi. Şirvanşahlar dövlətini qəti şəkildə Səfəvi imperatoruna birləşdirdi. 1. Təhmasib qardaşı Əlqas Mirzəni Şirvana bəylərbəyi təyin etdi. Şirvan bəylərbəyi kim oldu? Əlqas Mirzə. Şirvanda mövqeyini tədricən möhkəmləndirən Əlqas Mirzə 1547-ci ildə özünü müstəqil şah elan elədi. 1. Təhmasib qiyamı yatırmaq üçün Şirvana böyük qoşun göndərdi. Əlqas Mirzə məğlub olub İstanbula qaçdı. Deməli, Əlqas Mirzə 47 özünü müstəqil şah elan edir deyə Təhmasib qiyamı yatırmaq üçün Şirvana böyük qoşun göndərdi və 47-də Şirvana qiyam olubdu. Əlqas Mirzə məğlub olub İstanbula qaçır. Sultan Süleyman yaranmış vəziyyətdən istifadə edir. 48-ci ildə məhz Səfəvi dövləti üzərində yeni yürüşə başlayır. Lakin gözlənildiyindən əksinə olaraq Qızılbaş əmirlərinin heç biri bu yürüşdə iştirak edən Əlqas Mirzə tərəfə keçmir. Şah 1. Təhmasib yenə də yandırılmış torpaq taktikası tətbiq edir. Ona görə Sultan 1. Süleyman Təbrizi tuta bilsə də 4 gündən sonra geri dönməyə məcbur olur. Osmanlıları təqib edən Səfəvi qoşunu Şahın böyük oğlu İsmail Mirzənin başçılığı altında Qars qalasını geri alıb Ərzuruma qədər irəliləyir. Deməli, Təbrizə tutalar da 4 gündən sonra geri dönməyə məcbur olur. Osmanlıları təqib edən Səfəvilər, yəni Səfəvilər Osmanlıları təqib edir burada. Şahın böyük oğlu İsmail Mirzənin başçılığından Qars qalasını geri alıb Ərzuruma irəliləyirlər. 1551-ci ildə 1. Təhmasib Şəki hakimliyinin müstəqilliyinə son qoyur. Bununla da Vahid Azərbaycan dövlətinin yaradılması prosesi başa çatır. Deməli, 1538 Şirvan, 1551-də də Şəki hakimliyinin müstəqilliyinə son qoymaqla Təhmasib Azərbaycan yaradılması prosesinin vacibində başa çatdırıbdı. Səfəvi Şah 1. Təhmasib 1552-ci ildə böyük ordu ilə Şərq Anadoluya yürüş edir. Demək, Təhmasib nə zaman Şərq Anadoluya yürüş edirdi böyük ordu ilə? 1552-ci ildə. Muşa qədər bütün yaşayış məntəqələrini dağıdır. Şah 1. Təhmasib bu yolla Şərq Anadolunun Səfəvi dövləti ilə həmsərhəd bölgələrin düşmən qoşunun irəliləməsi üçün mümkünsüz hala gətirməyə çalışırdı. O, bu vasitə ilə barışıq təkliflərini israrla rədd edən Osmanlı Sultanının yeni basqınlarından çəkindirmək ümidində idi. Daha güclü orduya və odlu silahlara malik olan Sultan 1. Süleyman isə qələbəyə ümidini itirməmişdi. Sultanın əmri ilə 1554-cü ildə Səfəvi dövləti üzərinə yeni yürüş başlandı. Osmanlı Sultanına qarşı Şah 1. Təhmasib artıq dəfələrlə sınaqdan keçirdiyi, uğur qazandığı taktika ilə hərəkət etdi. Şahın əmri ilə İrəvan, Naxçıvan, Qarabağ bölgələri boşaldıldı. Yəni, yenə həmin taktikadır. Və Şahın əmri ilə İrəvan, Naxçıvan, Qarabağ bölgələri boşaldıldı. 1554 yürüşü zamanı xeyli canlı qüvvə itirən və kəskin ərzaq çatışmazlığı üzləşən 1. Süleyman Naxçıvanı yandırıb geri döndü. Bu hadisədən bəhs edən Osmanlı tarixçisi Peçevi yazmışdır ki, peç, yanmaq, yanğın tüstüsündən gündüz gecəyə çevrilmişdi. İnsanlar dəhşət içində yanğın olan yerlərdən qaçırdılar. Bu da Qəzvin şəhəridir. Bu uğursuzluqdan sonra Osmanlı Sultanı sülh danışıqlarına razılıq verdi. 1555-ci il mayın 29-da Amasyada Osmanlı ilə Səfəvi dövlətləri arasında sülh müqaviləsi imzalandı. Bu sülhə görə Qərbi Gürcüstan və Ərəb İrağı Osmanlının, Şərqi Gürcüstan Səfəvlərinin ixtiyarında qaldı. Demək, Qərbi Gürcüstan və Ərəb İrağı Osmanlının, Şərqi Gürcüstan Səfəvlərinin ixtiyarında qaldı. Amasya sülhündən sonra 1. Təhmasib paytaxtda dəfələrlə Osmanlının əlinə keçmiş Təbriz şəhərini daha təhlükəsiz yerə, Qəzvinə köçürməyə qərar verdi. Səfəvi dövlətinin siyasi quruluşundan danışaq, idarə sistemindən, hərbi qüvvələrdən danışaq. Səfəvi dövlətinin siyasi quruluşu Qaraqoyunlu dövlətinin və Ağqoyunlu dövlətinin ənənələrinə əsaslanırdı. Lakin bu dövlətlərdən fərqli olaraq Səfəvilər sülaləsinin hakimiyyəti dövründə güclü mərkəzləşmiş dövlət qurulmuşdu. Demək, Ağqoyunlu Qaraqoyunluda güclü mərkəzləşmiş dövlət yox idi, Səfəvlərdə quruldu. Bu dövlət həm də teokratik xüsusiyyəti ilə seçilirdi, yəni dövlət din birlikdə idi. Dövlətin başında dini və dünyəvi hakimiyyət özlərində cəmləşdirilmiş şah dururdu.
şahın yanında 12 nəfər yüksək mövqe tutan nüfuzlu əmirlərdən ibarət məşvərət orqanı, baxın qanunverici yox, məşvərət orqanı Ali Məclis fəaliyyət göstərirdi. Şahdan sonra dövlətdə ikinci nüfuzlu şəxs vəkil hesab olunurdu. O şahın dini və dünyəvi işlər üzrə tam hüquqlu müavini idi. Səfəvi qoşunlarına Əmirül-Ümərə başçılıq edirdi. Dövlətin qurulmasında və orduda əsas rolu Azərbaycan qızılbaşları oynadığından bu vəzifədə Azərbaycan türklərinin insarında idi. Mülki işlərə, maliyyə məsələlərinə əsasən vəzir başçılıq edirdi. Dövlət xəzinəsinə nəzarət edən onun əlində idi. Vəqf işləri, əmlakın idarə edilməsi sədrin səlahiyyətinə daxil idi. Burada gördüyümüz kimi şah, Ali Məclisə vəkil verilibdi. Əmir-ül-Ümərə vəzir, sədr verilibdi. Səfəvilər dövründə Azərbaycan ərazisi bəylərbəyliklərə bölünürdü. İlk vaxtlar Azərbaycanda iki bəylərbəylik, Qarabağ və Azərbaycanın cənubunu əhatə edən Təbriz bəylərbəyliyi yaradılsa da, bu daxili inzibati bölgüdür. Şirvanşahlar dövlətinin süqutundan sonra Şirvan bəylərbəyliyi təsis edildi. Demək, Şirvan bəylərbəyliyi kimin dövründə təsis edilibdi? Məhz Təhmasibin dövründə. Çünki Şirvanşahlar süqut edir və bəylərbəyliyə çevrilir. Bəylərbəylikləri adətən şah sarayına yaxın olan şəxslərdən təyin edilən bəylərbəylər idarə edirdi. Onlar əhalidən toplanan vergiləri mərkəzi xəzinəyə göndərir, müəyyən miqdarda qoşun saxlayırdılar. Bəylərbəylər şahın əmri ilə bu qoşunların başında yürüşlərdə iştirak etməyə borclu idilər. Bəylərbəyliklər mahallar isə kəndlərə bölünürdü. Mahalları naiblər, kəndləri kəndxudalar, şəhərləri kələntərlər idarə edirdi. Şəhərlərdə asayişi kələntərə tabi olan darğa qoruyurdu. Səfəvlərin ordu sistemi də Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində ənənələrə əsaslanırdı. Ordunun əsasını Azərbaycan tayfalarından yığılan qızılbaş qoşunu, çəriklər təşkil edirdi. Orduya ümumi rəhbərlik Əmir-ül-Üməranın səlahiyyətində idi. Demək, diqqət edək, Səfəvilərdə asayişi kələntərə tabi olan darğa qoyurdu. Demək, asayişi darğa qoyur, darğa da kələntərə tabidir. Danışaq bir dönədən